24-cü il 1-2 hər iki teröris sorularını paylaşmışdım. İndi isə gəlin 25 mayıs sınavına yəni teröris 1-ə düşən soru tiplərinə baxaq. Fonksiyonlardan 24-də belə bir sual gəlib. Çözümü necə eləyəcəksiniz uşaqlar? Bunun altında 1 var. Görünməyən içlər dışlar eləyəcəyik. Yəni bu anahtardan bizə çıxacaq ki, 2f x. Biz bilirik ki, bu x hər birinə aiddir. Həm f funksiyası, həm də j funksiyonuna aiddir. Üstə gəl 3j x bərabərdir. Hər tərəfə 5-ə çarpdım. 5x artı 5. Sonra fx'in baxın burada qiymətini verib. Bu qiyməti burada nəzərə alıb hər tərəfini, yəni bu ifadəni 2-yə vuranda oradan mənə qalır x minus 1 üstə gəl 3jx bərabərdir 5x plus 5. Jx funksiyonu tapanda x'i buradan bura alacağım uşaqlar. Olacaq 3jx bərabərdir. X digər tərəfə mənfi olaraq keçdiyi üçün 4x qalacaq. Mənfi 1-i də buradan alıb uşaqlar bura atsam mənə verəcək artı, yəni müsbət 6. İfadədən jx-i tapanda ifadənin hər tərəfini çıxə biləcəm. J-nin qiyməti olacaq 1. Əgər o mənə J6 istəsəydi, biz burada x gördüyümüz yerə 6 qoyardıq. Amma bizə tərsini istədiyinə görə heç bu ifadənin tərsini tapmıram uşaqlar. Amma tərsini tapsaydınız, bizə verəcəkdi 3x çıxı 6 bölü 4 şəklində. Heç uğraşmıram. Tərsi dedikdə isə ifadənin özünü 6-ya bərabər eləyirdik. Hər tərəfi 3-ə vuracam. X plus 6 bərabərdir 18-ə. 4x buradan 12-yə, x də buradan bərabərdir 3-ə. Bizim cavabımız çıxmış oldu. Bu qədər.